Sağ epikastral nahiyədə ağrı, ürək bulanma, qusma, bu kimi ağrılar öd daşı xəstəliyin əlaməti ola bilər. Öd daşı xəstəliyi hal-hazırda geniş yayılmışdır. Cərrahi patologiya içərisində demək olar ki, müəyyən faiz tutur. Öd daşı xəstəliyinin əlamətlərində bayaq qeyd etdiyimiz kimi ürək bulanma, qusma, epikastral nahiyədə ağrıların olması həkimə müraciət etmək üçün simptomlar ola bilər. Və həkimə müraciət edən zaman bu əlamətlərlə yanaşı eyni zamanda düzgün diaqnozun qoyulması üçün mütləq müayinələrdən keçmək lazımdır. Və öd daşı xəstəliyinin və yaxud da ki, digər xəstəliklərlə eyni simptomda olduğuna görə differensial diaqnostika üçün mütləq uzun müayinəsindən keçilir və öd daşı xəstəliyi təsdiqləndikdən sonra mütləq mədə xəstəliklərinin olub-olmadığını təsdiqlənmək üçün mütləq xəstə FQDS müayinəsindən keçməlidir. Kiçik ölçülü daşlar böyük ölçülü daşlara nisbətən daha təhlükəlidir, çünki bunlar ümumi öd axarına düşə bilərlər. Məhz buna görə də vaxtında həkimə müraciət etmək vacibdir.